deməli, süni zəka qərar vermədə təbii zəkanı əvəz edə bilərmi? Bəli, edə bilər. Və ehtimal ki, elə olacaq. Amma burada bir məsələ vacibdir ki, insan həyatda niyə yaşadığını bilməlidir. İnsanın həyat amalı olmalıdır, səhv də ola bilər, eybi yox. Xəzərdən çıxdıq, bilmirik Türkmənistana gedirik, Qazaxstana. O pisdir, nəinki biləsən ki, Türkmənistana gedirsən insan olmasa. O yolda sən öz qərar vermə strategiyanı qursan və həyat planını bilsən ki, növbəti 3-5 ildə nə istəyirsən, onu ChatGPT-yə və ya hansı süni zəkaya ötürsən, o da Orxan İbadovdur, o da sənin yerində qərar verir. Çünki həyat amalını sən dedin də ona. Amma bir də var ki, insanlar süni zəkaya xaotik girirlər. Yəni deyir ki, Atatürk nə bilim sağ olsaydı nə edərdi? Mənim yerimdə olsaydı. Onun sualı onun həyat amalına xidmət etmir. Sadəcə bir məzələnmək obyektidir və ya bir asılılıqdır. Süni zəkadan asıllıq mənbəyidir. Necə ki, telefon həm faydalı mənbə ola bilər, həm də asıllıq. Onlarda süni zəka asıllıq mənbəyidir. Amma insan həyat amalını bilsə, bu həyat amalını hətta getdikcə dəyişə də bilər. Onda süni zəka əgər mənim gündəlik təbii qərar vermə, təbii zəkamın limiti 5 qərardırsa, onda 3-4 ilə yolda gedirsə, paltar dəyişmə, paltar geyinmək, yolda hansı yolla getmək, süni zəka o 5-i 500 eləyə bilər və nəticədə mənim yaradıcılığıma impuls yaradır.